Baş Dövlət Yol Polis İdarəsinin Sabirabad rayon ərazisində yerləşən stasionar postunda dayanan Hyundai markalı avtomobilin sürücüsü Talih Əsədov qəza dayanma işıqlarını yandırıb və aramsız səs siqnalı verməklə kömək çağırıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə yol patrul xidməti alayının əməkdaşları avtomobilə yaxınlaşarkən artıq huşsuz vəziyyətdə olan sürücüyə dərhal ilkin tibbi yardım göstərilib və əraziyə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya vaxtında çatdırılması təmin edilib. Şəhid övladı Qazi Talih Əsədov xəstəxanadan çıxandan sonra yol patrul xidməti postuna gələrək düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib. Qurumdan bildirilib ki, son vaxtlar analoji hadisələrinin sayının artmasını nəzərə alaraq bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, bu səbəbdən yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı xahiş edir.